Salam əziz izləyicilər. Bugün sizə asan və zərif kristal qolbağın hazırlanmasını göstərəcəyəm. Hər kəs öz qolbağını hazırlaya bilər. Video sona qədər izləyin. Bizə lazım olacaq ağ kristal və qızılı muncuqlar, qolbaq üçün bağlayıcı və halqa, istənilən nazik iynə və istənilən sap. Buyuruz başlayaq. 2 kristal və 2 qızılı muncuğu iynə sapdan keçizdiririk. İğne sapı bir də muncuqların içindən keçizdiririk. Muncuqlara 2 düyün vururuq. Düyün vururuq ki, bizim muncuqlarımız sapdan açılmasın. Möhkəm olsun. İğne sapı dairəvi şəkildə muncuqların içindən keçizdiririk. İğne sapı muncuqların içindən keçizdiririk. Və artıq sapımızı qayçı ilə kəsirik. 2 kristal və 1 qızılı muncuğu götürüb, aşağı hissədə olan qızılı muncuğun içindən keçizdiririk. Dairəvi şəkildə bir də iynə sapımızı muncuqların içindən keçizdiririk. Qolbağımızın muncuqlarla ikinci sırası hazırdır. Keçirik 3-cü sıraya. Təkrarən 2 kristal və 1 qızılı muncuğu qolbağın aşağı hissədə qızılı muncuğun içindən keçizdiririk. Və dairəvi şəkildə bir də iynə sapı muncuqların içindən keçizdiririk. Keçizdiririk ki, qolbağımız möhkəm olsun. Qolbağımızın 3-cü sırası da hazırdır. Eyni qaydada qolbağımıza davam edirik. 2 kristal və 1 qızılı muncuğu götürüb aşağı hissədə qızılı muncuğun içindən keçizdiririk. Və iynə sapımızı bir də təkrarən muncuqların içindən keçizdiririk. Belə qaydada qolbağımıza davam edirik. Keçirik qolbağımızın 5-ci sırasına. İğne sapımızı bütün muncuqların içindən keçizdirib qolbağımıza davam edirik. Eyni qaydada qolbağımızı muncuqlarla toxuyuruq. Qolbağımızın çox hissəsi hazırdır. Keçirik o birisi hissəyə. İğne sapımızı muncuqların içindən keçirdiririk.
Bir əlavə qızılı muncuq götürüb, yaxınlıqdakı olan ağ kristal muncuğun içindən iynə sapımızı keçirdiririk. Bir də əlavə qızılı muncuğu götürüb, ağ muncuğun içindən iynə sapımızı keçirdiririk. Belə qaydada biz qızılı muncuqlarla qolbağımızı toxuyuruq. Axırıncı hissəmizə toxuyuruq qızılı muncuqla. Və iynə sapı muncuqların içindən keçirdirib qolbağımızın o birisi hissəsinə başlayırıq. Hər ağ kristal muncuğun arasına bir qızılı muncuq əlavə edirik. Qızılı muncuqları kristal muncuqların arasına əlavə edirik. Belə qaydada davam edirik. Qolbağımızın çox hissəsi hazırdır. Axırıncı qızılı muncuğumuzu da kristal muncuqların arasında iynə sapımızı keçirdiririk. Qolbağımızın çox hissəsi hazırdır. İynə sapı muncuqların arasından keçirdirib, muncuqların arasında düyün vururuq. Düyün vururuq ki, bizim muncuqlarımız sapdan açılmasın, qolbağımız möhkəm olsun. İki düyün vurandan sonra biz iynə sapımızı bir də muncuqların arasından keçirdiririk. İynə sapı muncuqların arasından keçirdiririk ki, biz düyünümüzü muncuqların arasında gizlədə bilək. Və artıq sapımızı qayçı ilə kəsirik. Keçirik qolbağımızın bağlayıcı hissəsinə. Bağlayıcımızı biz qolbağımıza birləşdiririk. Bağlayıcımızı qolbağa bərkitdik. Keçirik qolbağımızın o biri hissəsinə. Qolbağımızın o biri hissəsinə bağlayıcını necə bərkitmişiksə, halqanı da eyni qaydada bərkidirik qolbağa. Beləliklə, zərif kristal qolbağımız hazırdır. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, xoşunuza gəldi. Like edib, rəy bildirib, yaxınlarınızla paylaşaraq kanala dəstək olmağı unutmayın. Hələlik.